Salam, hər vaxtınız xeyir. Mən Sudalbə Salmanzadə, Bakı Dövlət Universitetində məhkəmə psixologiyası üzrə magistratura dərəcəsində təhsil alıram və təhsil həyatım boyunca müxtəlif kriminal keysləri, kriminal profilləri tədqiq etdik və araşdırırıq. Bu müddət əsnasında düşündüm ki, özümüzün də tanış olduğumuz və müxtəlif dövrlərdə dünyanın diqqət mərkəzində olan bir sıra keyslərlə bağlı psixoloji aspektdən analiz videoları paylaşım və bu mövzuları birlikdə müzakirə edək. Bu zaman kəsiyində haqqında danışmaq istədiyim ilk keys Ted Bundy'nin keysidir. Ted Bundy, bütöv adı Theodore Robert Bundy, 1946-cı ildə doğulub, Vaşinqtonda böyüyüb. İlk təhsili psixologiya olub və psixologiya təhsilini fərqlənməklə bitirib. İkinci təhsili də hüquq istiqaməti üzrə olub. Daim ətrafdaşlar tərəfindən gülərüz, səmimi, mehriban, xarizmatik şəxsiyyət kimi xarakterizə olunan Ted, bir müddətdən sonra olduqca dəhşətli əməllərin əsas şübhəlisinə çevrilir və bu istiqamətdə istintaq prosesi başlanılır. Və mən keysin analizinə məhz bu istiqamətdə, bu yerdən başlamaq istəyirəm. Məhkəmələrin başladığı tarixdən etibarən biz həm təqsirləndirilən şəxsin, həm də ümumiyyətlə istintaq prosesinin gedişatını kənardan izləyən müşahidəçilər kimi çıxış edəcəyik bu videolarda və hər şeyi sıfırdan bir-bir analiz etməyə başlayacaq. Həm təqsirləndirilən şəxsin profilini, həm qurbanların profilini birlikdə professional aspektdən işləyəcəyik. Növbəti videolarda görüşərik.